Bu il ölkəmizdə son zəng iyunun 14-də keçiriləcək. Təlimata əsasən son zəng tədbirləri saat 10-da başlamalı və ən geci 12-də yekunlaşmalı, məktəblərdə tədris prosesinə mane olmamalı, sadə keçirilməlidir. Demək olar ki, hər il son zəng qabağı bu təlimat diqqətə çatdırılsa da, yenə də son zəng tədbirlərinin dəbdəbəli keçirilməsi və bununla bağlı bəzi məktəblərdə pul yığılması kimi hallar ortaya çıxır. Hətta bununla bağlı bəzi direktorlar cəzalandırılır, lakin dəyişən heç nə yoxdur. Bəs nə etməli? Ümumiyyətlə, kimlər son zəng tədbirinin dəbdəbəli, kimlər isə sadə keçirilməsinin tərəfdarıdır? Tələbə üçün, şagird üçün ən gözəl anlardan biri son zəngdir. Yəni onu təntənəli keçirmək şərtdir. 11 il, 10 il, 4 il, 5 il ərzində, yəni həmin bir günü çıxır ki, yəni həmin günü şad, firavan keçir. Yəni onu keçirmək hər bir tələbə, hər bir şagird üçün fərəh verici, həm də bir xoşbəxt andır. Siz zamanınızı necə keçirmişdiniz onu? Mən zamanımı əla, necə lazımdır. Yəni təmtəraqlı, şən. Səsi gülür. Bəli, konkret. Təxminən nə qədər xərciniz çıxmışdı? Mənim xərcim çox çıxdı. Məsələn? 1000 manata yaxın çıxdı. Pul olan yeri maraqlı olmur. Biz elə belə keçirtmişik, şükür Allaha da boya başa çatmışıq da, savadımız da var. O bilirsiniz, valideyn özündən asılıdır. 4-cü sinifi qutarır, uşaqları yığır, aparır restorana, nə bilim nə. Mən elə şeyə pis baxıram. Sizcə valideynlər mi günahkardır, məktəb rəhbərliyi yoxsa? Valideyn də məktəbdir. İşdən çıxmaqla əmələ gəlməyəcək. Onun prosta şuurla, ancaq şuurla. Gərək valideyn özü başa düşsün ki, bu körpə uşaqlara belə xərc lazım deyil. Gələcəkdə hələ onların çox xərci çıxacaq. Bizdəki maraqlı idi, düzdür. Amma yenə belə çox xərcimiz çıxmışdı və təbii ki də məktəb falan da bundan götürürdü. Necə deyim, xərcimizi istəyirdi də. Həm direktorumuz falan, ya da ki dekora, ya da ki rəqsə falan dəhşət çox xərcimiz çıxmışdı. Məncə, yəni çox da belə yeri yoxdur da o qədər xərc. Sadə keçirilməsin qədər. Aha, bəli. Məncə hər kəs necə deyim, sözüm deməlidir ki, bu dəyişsin. Çünki bir çox direktorlar var, təbii ki ad çəkməyəcəm, amma yenə istəyənlər çoxdur da. Yəni siz özünüz mü istəyirdiniz dəbdəbəli keçirsin, yoxsa məktəb rəhbərliyi mi istəyirdi onu? Xeyr, məktəb rəhbərliyi və ortada heç bir şey yox idi, maraqsız idi və sadəcə bir rəqs bizim üçün maraqlı idi. Təxminən nə qədər xərciniz çıxdı? 300 manata yaxın olar. Bizim zamanımızda da bəli dəbdəbəli keçmişdi. Lakin bəzi insanlar var ki, yəni maddi cəhətdən biraz geri olduqlarına görə bu dəbdəbəyə qatıla bilmirlər və istər-istəməz insan da özündə biraz qısılır, pis olur. Lakin yəni dəbdəbəyə keçməsinə baxmayaraq bəzi şeylər eləmək olar ki, həmin o maddi cəhətdən aşağı olan insanlar da ora qoşula bilsin. Dəbdəbəli keçirilməsini siz şagirdlər özünüz mü istəmişdiniz, yoxsa məktəb rəhbərliyi, yoxsa valideynləriniz? Yəni biz də bir abituriyent olmuşduq, indi hal-hazırda tələbəyik. Abituriyent olan vaxtları özümüzdən əvvəlki illərdə son zəngləri görürdük. İstər-istəməz biz istəyirdik ki, olan yaşadıqları hissləri yaşayaq da. Kızım bizim vaxtımızda çox gözəl ənənəli keçirdi. Özək elə pul, yığmaq söhbəti nə idi? Elə həvəslə gözləyirdik ki, son zəngi. Eşidirik ki, valideynlər pul yığır. Daha hələ məktəb direktoru deyir ki, bu qədər pul gətirməsən, uşağın qapının ağzında son zəngi qarşılayacaq. Belə şeylər heç lazım da deyil, layıqlı da deyil. Nə qədər olmasa bura Azərbaycandır. Bütün ölkələrdə belə şey yoxdur. Ancaq bu nə dəb düşüb, nə haqqı hesabdır bilinmir. Heç kim də baş aça bilmir ki, bu son zəng nə böyük bir problem olub ki, pulla irəli sürülür. Çox pis qarşılayıram. Qanuna riayət eləməlidir. Dinəndə deyirlər ki, Azərbaycanda rüşvət yoxdur. Elə bütün məktəblər başdan ayağa rüşvətdir hamısı. Mən son zəngim olmuyor, amma istəyərdim ki, olsun. Təəssüf ki. Belə yaxşı qarşılayıram. Dəbdəbəli keçirilməsi. Və yəni 11 il bir yerdə olurlar. Məncə belə olması normaldır. O ilin xətrinə belə keçirmək məncə yaxşıdır. O vaxt hər şey pulsuz idi bizim dövrümüzdə. Son zəng olurdu, çox maraqlı olurdu. Valideynlər də iştirak edir. İndi son zəngin adı qalıb. Sadəcə olaraq müəllimlər rüşvət yığırlar.